Zinanın adını azad seks qoydular. Faizin, ribanın adını dəyişib etdilər kredit. Qumarın adını dəyişib etdilər lotereya şot yazmaq. İçkinin adını dəyişib etdilər boğaz yaşlamaq. Amma bir şeyi unutma. Cəhənnəm elə cəhənnəmdir. Adı da üstündə. Esselamu aleykum dəyərli müsəlman bacı və qardaşlarım. Rəbbimizin də kitabında vurğuladığı kimi bizim ən böyük düşmənimiz şeytandır. Bu düşməni tanımaq, tələlərini öyrənmək və ondan qorunmaq hər birimiz üçün çox önəmlidir. İlk olaraq bunu bilməliyik ki, şeytanın düşmənçiliyi həyatın ilk günündən mövcuddur və qiyamət gününə qədər də davam edəcəkdir. Rəbbimiz buyurur. İblis dedi, sən məni azdırdığın üçün mən də hökmən onları azdırmaq məqsədi ilə sənin doğru yolunun üstünə oturacağam. Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükr edən görməyəcəksən. Bu ayə şeytanın bizə davamlı olaraq plan qurduğunu göstərir. Məqsədi də bizi Allahın yolundan saptırmaqdır. Hər tərəfdən yaxınlaşaraq öz variantlarından istifadə edib bizi aldatmağa çalışır. Şeytanın ən böyük tələlərindən biri əməlləri, yanlışları, qüsurları gözəl göstərməkdir. Şeytan bizi inandırmaq üçün günahları bizə gözəl göstərir. Bu məqamda Orxan Fikrətoğlunun bir sözü yadıma düşdü. Zinanın adını azad seks qoydular. Faizin, ribanın adını dəyişib etdilər kredit. Qumarın adını dəyişib etdilər lotereya şot yazmaq. İçkinin adını dəyişib etdilər boğaz yaşlamaq. Kafir xorenin adını dəyişib etdilər ateist. Brat, amma bir şeyi unutma. Cəhənnəm elə cəhənnəmdir. Adı da üstündə. Şeytanın məhz bu günahları gözəl, şirin göstərməsi barəsində Rəbbimiz Qurani Kərimdə Adəmin qissəsini bizlərə misal göstərir. Allah buyurdu. Ey Adəm, sən və zövcən cənnətdə məskunlaşın və istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın. Yoxsa özlərinə zülm edənlərdən olarsınız. Şeytan Allahın bu əmrini fürsət bilərək Adəmə belə səslənmişdi və ya vəsvəsə vermişdi. Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya cənnətdə əbədi qalanlardan olmayasınız. Şeytan burada Adəm oğluna günahı fərqli bir formada, cəzbedici bir formada göstərir və bununla da onu bu əməl etməyə təşviq edir. Hədəfi də bizi Rəbbimizə üsyan etdirməkdir. Ancaq gəlin razılaşaq ki, bunu da çox hiyləgər və professional şəkildə edir. Bu tələ sadəcə Adəm aleyhissalam üçün yox, bizim üçün də keçərlidir. Şeytan bugün də bizə əməllərimizi gözəl göstərərək aldatmağa çalışır. Məsələn, qeybət. Bugün qeybəti dırnaqarası müsəlmanların problemlərini paylaşmaq, islah etmək məqsədi ilə edirik. Amma əslində bu, Allahın bəyənmədiyi bir davranışdır. Və yaxud qeybət edilir və deyilir ki, əqaqa üzünə də deyərəm da və ya olanı deyirəm da. Allah və Rasulunun qeybətə necə tərif verdiyini unutmamalıyıq. Rasulullahın sallallahu aleyhi və səlləm söylədiyi kimi, qeybət qardaşında olan şeyləri onun xoşu gəlməyəcək bir şəkildə danışmağındır. Yox, əgər danışdığın şey onda yoxdursa, onda iftira atmış olarsan. Yaxşı, bəs biz həyatımızdakı bu tələdən xəbərdarıqmı? Şeytanın bir digər tələsi unutdurmaqdır. Allah subhanahu wa ta'ala buna belə diqqət çəkir. Allahı unudan, buna görə də Allahın onları özlərinə unutturduğu kəslər kimi olmayın. Onlar fasiqlərdir. Bu ayədə Allahı unutmağın bizim üçün necə böyük bir təhlükə olduğunu görürük. Əgər biz Allahı unutsaq, Allah bizə özümüzü də unutturacaqdır. Bu da deməkdir ki, dünya və axirətimiz üçün faydalı olacaq hər bir şeydən məhrum olacaq. Və biz də bu dünya bataqlığında batanlardan olacaq. Günlük həyatımızda, yaşantımızda, mövcud olduğumuz məclislərdə nə qədər Allahı xatırlayırıq. Vallahi əziz müsəlman bacı və qardaşlarım, bu misalı mən özümdən gətirirəm. Bir müddət Quranı oxumasam, tərk etsəm, bütün günahlara doğru qapılarım açılır. Və birdən oyanıram ki, artıq batıram. Həqiqətən unutmaq, uzaqlaşmaq bu qədər təhlükəlidir. Vallahi mən demirəm ki, mən bu şeytanın aldatmalarına aldanmıram. Bəlkə də sizdən daha çox aldanıram. Ancaq bu xatırlatma ilk öncə öz nəfsim və sonra da sizlər üçündür. Şeytan əməllərimizi gözəl göstərərək bizi aldadır. Unutduraraq məsuliyyətlərimizi göz ardı etməyimizə səbəb olur. Halbuki Allahu Teala bizə şeytanın əsl düşmən olduğunu xatırladır. Şeytanın addım izləri ilə getməyin. O sizin açıq-aşkar düşməninizdir. Bizlər şeytanın tələlərinə qarşı diqqətli olmalı və davamlı bir şəkildə Rəbbimizə yönəlməliyik. Unutmayaq ki, Allahı daim zikr edərək, onun yolunda səbirlə getsək, yalnız bu zaman şeytanın tələlərindən agah olaraq özümüzü ondan xilas edə bilərik. Allah subhanahu wa ta'ala hər birimizi şeytanın tələlərindən qorusun. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.